Bismillahirrahmanirrahim. İnna Allah eştera minel mu'minine anfusahum ve amvalahum bi enne lahumul cennet. Allah Kur'an-ı Kerim'de buyuruyor ki həqiqətən də Allah təbarək və təala möminlərdən onların canını və malını alar, müqabilində onlara cənnət verir. Bu təbidir ki, ərəb dilində şəra, bey, alış-veriş mənasına gəlir. Amma Kur'an-ı Kerimdə Allah təbarək və təala bizlər ayələri və Allahın sözləri gözəl başa düşmək üçün bu sözlərdən istifadə edir. Müfəssirlər xüsusən də böyük alimlər buyururlar ki, burada məqsəd bizim başa düşdüyümüz ticarət deyil. Çünki bizim başa düşdüyümüz ticarətdə gərək bir şey verib bir şey alasan. Əvəzində bir şey verib bir şey alasan. Ki bu alana verilən bir şeyə deyərlər, məsələn əvəz, alınan bir şeyə deyərlər ki, bu əvəz. Yəni bir şey verib, pul verib müqabilində bir şey alaq. Amma diqqət eləsəz ki, bizə əgər Allaha canımızı verirsə, Allah təbarək və təala o canımızı da bizə qaytarır, cənnəti də bizə verir. Məsələn, əvəz, müəvvəz ikisi də bizə qalır. Belə deyil ki, Allah təbarək və təala canımızı alır, cənnət bizdə olur, can Allahda qalır. İkisi də nədir? Bizim özümüzdə qalır. Bəs burada Allah təbarək və təala bunu bizə sadəcə məsələni dərk eləmək üçün deyir ki, mən sizdən canınızı alaram. Çünki burada Allah hər ikisini bizə verir. Və Quranın başqa bir ayələrində Allah buyurur ki, وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ. Yerdə göydə hər nə var Allahındır. وَلَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ. Yerdə göydə nə var Allahındır. Əgər hər şey Allahınsa, Allah özündən özünə alver eləməyəcək ki, biz də Allahınıq. Onun üçün də alverdən məqsəd burada Allahın bizə lütfi, Allahın bizə rəhməti və məğfirəti nəzərdə tutulur. Yaxud Allah təbarək və teala'da nöqsan yoxdur ki, ticarətlə öz nəqsini doldursun. Onun üçün bütün bu ayələrdə deyilən söz Allah təbarək və teala bizə demək istəyir ki, mən hər şeyi nədir sizin üçün eləyirəm, siz üçündür. Bu da Allahın bizə olan həddindən artıq mərhəməti və feyzidir. Feyz deyil, budur. Allah təbarək və teala hər nə eləyir? Bizim xoşbəxtçiliyimiz üçün eləyir. Allah eləməsin, bunun əksi də çox çətindir. Əgər insan şeytanla alverləsə, burada əvəz müəvvəz ikisi də şeytanlı olur. Yəni burada daha biri deyil ki, məsələn insan günah eləyəndə tək günah şeytanlı olsun. Yox, insan özü də şeytanın olur, günah da şeytanlı olur. Çünki baxırsan da Allah eləməsin, bəzən görsən insan deyir ki, mən nə qədər deyiləsəm qeybət eləməyim, özümlə bacarmıram. Niyə? Çünki artıq bu özün də şeytana təhvil verib, dilin də şeytana təhvil verib. Odur ki, günaha gərək şeytana təslim olmayasan ki, orada da hər ikisi şeytana tabi olur. Vəssalamu aleykum və rəhmətullah.